Uşaqlıqda valideynlərimiz aramızdakı bağlar gələcəkdə bizim münasibətlərimizə təsir edir və bizim o münasibətlərimiz, həmin o bağlara əsasən bizim bağlanma stillərimiz yaranır. Adətən 3 əsas bağlanma stili mövcuddur. Güvənli bağlanma stili, yayınan bağlanma stili və qayğılı və ya təşvişli bağlanma stili. Güvənli bağlanma stilinə sahib olan insanlar adından da göründüyü kimi burada əsas təməl münasibət güvənli bağlardır. Bu insanlar mehriban, qayğıkeş, nəvazişlidir və dünya əhalisinin az qala 50% güvənli bağlanma stilinə sahibdir. İkinci geniş yayılmış bağlanma stili yayınan bağlanma stilidir. Bəzən bunlara narsistlər də aid edilir. Onlar münasibətdə öz azadlıqlarını itirəcəklərindən, sərhədlərinin keçilməsindən qorxurlar. Daim qarşı tərəfi manipulyasiya edirlər, onlara özlərini dəyərsiz hiss etdirirlər. Gələcək planlarında heç vaxt partnyorlarını gələcək planlarına daxil etmirlər. Onların daim bir xəyali sevgilisi var, o mükəmməldir. Xəyali sevgilinin standartlarına çata bilmir. Qayğılı bağlanma tipinə sahib olan insanların beyni bütün günü münasibətlə məşğuldur. Onları münasibətin sonu daim narahat edir. Niyə mənə zəng eləmədi, axtarmadı, gec zəng elədi? Bu kimi xırda problemlər onları narahat edir. Münasibətlərdəki ən kiçik dalğalanmalar belə onların münasibətlərinin bitəcəyi qorxusunu yaşadır.